Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Bizim bugünkü mövzumuz 1-ci sinif Həyat bilgisi 28-ci dərsin izahıdır. Bildiyimiz kimi 2 dərs qalır, 28 və 29. İzahlarını verəcəm sizə. Deməli, təbii fövqəladə hadisələrdir. Şəkildə gördükləriniz haqqında danışın. Təbii hadisələr nə deməkdir? Təbii hadisələr təbiət tərəfindən baş vermiş, yəni təbiətdə olan insan proseduru, yəni insan əli dəymədən həyata keçən hadisələr toplusudur. Yəni yağışın yağması, sonra şimşəyin çaxması, selin daşması. İndi seldə insan payı ola bilər bəlkə də minimal hadisələrdə, amma yenə %90 sellər təbii ki nədən olur? Daşqınlardan və s. Qarın yağması. İndi bu fövqəladə hadisələr deyil. Bu ilk öncə təbii hadisələrdir. Fövqəladə hadisəyə keçəcəm. Yağışın yağması və qarın yağması sadə təbii hadisələrdir. Təbii fövqəladə hadisələr isə məsələn yağışın leysana selə dönüşməsi, qarın uçquna dönüşməsi, sonra məsələn zəlzələlərin olması, bu tip şeylər artıq nə olur? Qasırğanın olması, bu tip şeylər olur. Artıq fövqəladə hadisələr. Birinci gördüyümüz kimi şəkillərə baxırıq. Şəkildə nə görürük? Şəkildə burada görürük ki, dalğalanma çoxdur, külək, qasırğa çoxdur. Dənizdə qasırğa çox olub. Nəticədə dalğalar da şiddətlənib. Gəmilər batmaq üzrədir. Oradakı insanları təxliyə etmək üçün helikopterlər göndərilib. İkinci torpaq sürüşməsi də ola bilər. Bu arada uşaqlar, onları da qeyd edirik. Meşə yanğınlarının olması təbii fövqəladə hadisələrdir. Şimşək çaxaraq orada otların üzərinə bildiyimiz kimi gələ bilər və nəticədə yanğın ola bilər. Bu şeylər olur. Təbii fəlakətlər baş verdiyi zaman özümüzlə ilk növbədə nə götürməliyik? İşarələyin və səbəblərini yazın. Təbii ki, özümüzlə götürə biləcəyimiz ilk tibbi yardım çantası. Səbəbi isə xəsarət ala bilərik və nəticə etibarıyla nə olmalıydı? Özümüzə ən azından ilk tibbi yardım edə bilmək. Sizcə şəkillərdə hansı təbii hadisələr təsvir olunub? Xətlərlə birləşdirin. Birincisi, deməli, meşə yanğını. Deməli, uşaqlar, meşə yanğını. İkincisi isə torpaq sürüşməsi. Belə. İnsanlar torpaq sürüşməsinin qarşısını ağac əkməklə, daşqın və su basmalarının qarşısı isə bəndlər seçməklə ala bilirlər. Bəli, bu 100% doğru cavabdır. Çünki ağacların olması torpaqların yəni dərindən titrəşiminin qarşısını alır. Bəndlər isə əlbəttə ki, su basmalarının qarşısını almaqda bizə çox kömək eləyə bilir. Bu da təbii ki, normal bir prosedurdur. Hər zaman yaşıllıqları qorumaq məqsədi ilə ağac əkməliyik. Bundan başqa fidanlar bildiyimiz kimi gələcəyimizi aydınlaşdıra biləcək oksigen mənbələrimizdir və hər zaman da bunlara diqqət etməliyik uşaqlar. Belə çox qısa, çox tez bitdi bugünkü dərs. Niyəsə elə də çətin dərs deyildi, sadə bir dərs idi. İzahını həyata keçirdik. Belə uşaqlar, növbəti dərsimiz 29-cu dərs olacaq. İndidən özünüzdən müğayət olun, sağ olun, salamat qalın. Gəlin dərslərdə görüşərik. Hələlik.